Deməli, biz bugün 5-ci sinif dərsliyindən fəza fiqurları ilə tanış oluruq. Fəza fiqurlarından bugün paralelipiped və kubla tanış olaq. Görək paralelipiped nədir, onun hansı xassələri var, kub nədir, onun hansı xassələri var. Uşaqlar, paralelipiped fəza fiquru prizma növündəndir. Dördbucaqlı prizmalardandır. Deməli, oturacağı düzbucaqlı olan prizmalara paralelipiped deyilir. Bilirsiniz ki, prizmaların iki oturacağı olur. Prizmaların iki oturacağı olur. Şimdi şəkli təsvir eləyək. Bax, bu oldu düzbucaqlı prizma. Düzbucaqlı prizmanın deməli 8 təpə nöqtəsi olur. 4 təpə nöqtəsi üstə, 4 təpə nöqtəsi isə alt oturacaqda yerləşir. Yəni, düzbucaqlı paralelipipedin 8 təpə nöqtəsi var. 8 təpə nöqtəsi. 12 tili var. Fəza fiqurlarında siz artıq tərəf demirsiniz. Fəza fiqurlarında til adlanır. Piramidalarda, prizmalarda til deyirsiniz. Deməli, düzbucaqlı paralelipipedin 12 tili var. Və o tilləri biz, bax, görürsünüz, paralelipipedin bir təpəsindən 3 tili çıxır. Bax, bir təpədən 3 dənə til çıxır. O tillər paralelipipedin xətti ölçüləri adlanır. Xətti ölçülər hansılardır? Xətti ölçülər, yazıram bura, xətti ölçülər. Diqqətlə qulaq asın. Xətti ölçülər hansılardır? Uşaqlar, eni, uzunluğu, bir də hündürlük. Hündürlük. En uzun hündürlük. Gəlin biz istəyirsiniz enini A hərfi ilə işarə eləyək. Uzunluğunu B hərfi ilə işarə eləyək. Hündürlüyü isə C hərfi ilə işarə eləyək. Deməli, paralelipipedin bir təpədən 3 tili çıxdığına görə, cəmi 12 tili olduğuna görə onun hər tilindən 4 ədəddir. Hər tilindən bax 4 ədəddir. Görürsünüz, məsələn, enindən 4 ədəd, ikisi aşağıda, ikisi yuxarıda. Uzunluqdan 4 ədəd və hündürlükdən 4 ədəd. Yəni, hər tildən 4 ədəd var. Deməli, paralelipipedin 6 üzü var. 6 üzü var. 6 üzdən ikisi oturacaq üz. 4'ü isə yan üzdür. Diqqətlə qulaq asın. 4'ü isə yan üzlərdir. 4'ü yan üz, ikisi isə oturacaq. Bax, oturacaq üzlər, uşaqlar, biri budur, oturacaq üz. Biri də bax, budur. Bunlar oturacaq üzlərdir. Digər üzlər isə yan üzlərdir. Paralelipipedin üzləri düzbucaqlı formasındadır. Paralelipipedin üzləri düzbucaqlı formasındadır. Aydındır? Hər biri düzbucaqlı formasındadır. İndi mən burada sizə paralelipipedin müəyyən paralelipiped üzərində müəyyən hesablamalar aparmaq üçün düsturlar burada verirəm. İndi ona diqqətlə qulaq asın. El hərfi ilə paralelipipedin tillərinin uzunluqlar cəmini işarə edirik. El hərfi ilə tillərin uzunluqlar cəmi. Biraz qabaq söylədiyim kimi paralelipipedin 12 tili var. Hər tildən də 4 ədəd olduğuna görə biz tillərin uzunluqlar cəmi düsturunu bu şəkildə verə bilərik. Və bu şəkildə verə bilərik. El bərabərdir 4 vurulsun A plus B plus C. Yəni biz hər bir tili bilirik, eni, uzunu, hündürlüyü bilirik nə qədərdir və bu zaman biz onun tillərinin uzunluqlar cəmini tapa bilərik. Məsələn, istəyirsiniz nümunə göstərək. Məsələn, eni olsun 3 cm, uzunluğu olsun 4 cm, hündürlüyü olsun məsələn 5 cm. Biz indi bunun tillərinin uzunluqlar cəmini tez nə cür hesablayırıq? El bərabər 4 vurulsun 5, 3, A3'dür, üstə gələk 4, üstə gələk 5. Bu da elədir, uşaqlar, 4 vurulsun 12. Bərabər 48 cm. Deməli, paralelipipedin bütün tillərinin uzunluqlar cəmi 48'ə bərabər imiş. Aydın oldu. İkinci düsturu gəlir, paralelipipedin yan səthinin sahəsi. Uşaqlar, bu cür S-yan kimi işarə edək, yəni yan səthin sahəsi. Paralelipipedin yan üzləri düzbucaqlı formasında olduğuna görə və düzbucaqlının da sahəsini tapmaq üçün eni uzunluğa vurduğumuza görə paralelipipedin yan səthinin sahəsi 2 vurulsun AC plus BC şəklindədir. Yəni ki, fikir verin bura. En A'dırsa, hündürlük C'dirsə, bu üzün sahəsi A vur C'dir.
Bu üzün sahəsi B vursaydı və hər üzdən də 2 ədəd olduğuna görə yan səthin sahə düsturunu bu şəkildə yazılır. Yəni A-nı, C-ni, B-ni biləndən sonra yerinə yazıb yan səthin sahəsini sərbəst tapa bilərsiniz. İstəyirsiniz bu nümunə üzərində biz yan səthin sahəsini hesablayaq. Misalımıza uyğun olaraq 2 bura, A neçədir bizdə? 3-dür, C neçədir? 5, B 4, C 5 yazırıq yerinə. Bərabər 2 vurulsun 15 üstər 20. Bu da 35 edir. 35'i də 2'ye vuranda 70 santimetr kvadrat. Yəni sahədir, sahənin ölçü vahidi. Yadınızda saxlayın. Sahənin ölçü vahidi ölçü vahidlərinin üzərində 2 yazılmaqla təsvir olunur. Yəni kvadrat santimetr, kvadrat metr, kvadrat desimetr və s. Üçüncü isə gəlin paralelipipedin tam səthinin sahə düsturunu verək. Bunu müəyyən misallarda paralelipipedin tam səthinin sahəsini tap deyə yazılır. Müəyyən misallarda paralelipipedin səthinin sahəsini tap deyə yazılır. İkisi də eyni sözdür. Amma yan səthin sahəsini tap deyəndə hökmən orada yan səthin sahəsini tap sözü işlədilir. Yəni ona görə qarışdıra bilmərsiniz. Deməli, tam səthin sahəsini tapanda isə 6 üz olur. Bu zaman oturacaq üzlər də bura qarışır. Və ona görə paralelipipedin tam səthinin sahəsi 2 vurulsun AC, BC plus AB şəklində yazılır. Bu şəkildə olur. Bu da oldu paralelipipedin tam səthinin sahə düsturu. İstəyirsiniz yenə də həmən misalımız üzərində bunu da nümunə olaraq işləyək. 2 vurulsun. A neçədir bizdə? 3. 3 vuraq 5. 4 vuraq 5. 3 vuraq 5. Bu da bərabərdir. 2 vurulsun 15, 20, 15. Mən nəysə səhv eləmədim ki. 3 vuraq 5, 4 vuraq 5. Deməli 3'ü 4'e vurduq. Burada bir dənə səhv yazmışıq. Burada 4. Burada 4. 15 plus 20 plus 12. Bərabərdir. 2 vurulsun 47. O da bərabərdir 94 santimetrin kvadratı. Deməli paralelipipedin tam səthinin sahəsi oldu 94 kvadrat santimetr. İndi isə uşaqlar 4-cü düstur olaraq paralelipipedin həcm düsturuna baxaq. Paralelipipedin həcmini V hərfi ilə işarə edirik. Paralelipipedin həcmini tapmaq üçün paralelipipedin xətt ölçülərini bir-birinə vurmaq lazımdır. Yəni A, B, C-ni, N-in uzunluğu, hündürlüyü hamısını bir-birinə vurmaq lazımdır. Hamısını bir-birinə vurmaq lazımdır. Məsələn, bizim misalımıza uyğun olaraq nə cür yaza bilərik? 3, 4, 5. 60 eləyir bu da. 60. Həcmi hesablayanda ölçü vaxtının üzərinə 3 yazarsınız. Deyərsiniz ki, məsələn, 60 kub santimetr. Aydın oldu uşaqlar. Bir də həcm düsturu bu şəkildə də verirlər. Məsələn, deyir ki, paralelipipedin oturacağının sahəsi bir ədəd göstərilir, hündürlüyü göstərilir. O zaman siz həcmi bu şəkildə də yaza bilərsiniz. Çünki S oturacaq, oturacağın sahəsi A vur B-dir, hündürlüyü isə C-dir. Yəni bu A vur B-nin əvəzinədir, bu isə C-nin əvəzinədir. Aydındır uşaqlar. Bax, paralelipipedi, düzbucaqlı paralelipipedi bu şəkildə analiz eləyərək onun bütün xassələrini ödəyən tapşırıqları sərbəst yerinə yetirə bilərsiniz. İndi isə uşaqlar gəlin kub və onun xassələri ilə tanış olaq. Görək kub nədir? Kub bütün tilləri bərabər olan paralelipipeddir. Yəni ki, artıq tilləri bərabər olduğuna görə biz onu nə adlandırırıq? Kub adlandırırıq. Çəkək bir dənə şəkili. Bax bu olsun bizim kub. Bunun hər tərəfin kubun tilləri bərabər olduğuna görə onun bütün tillərin A hərfindən işarələyək. Uşaqlar, kubun da 8 təpə nöqtəsi var. Eynən paralelipipeddə olduğu kimi 12 tili var, amma 12 bərabər tili var. 12 bərabər tili var. Aydındır uşaqlar. Tillər hamısı bir-birinə bərabərdir. Deməli, bunun da 8 təpə nöqtəsi var, 12 bərabər tili var, 6 üzü var, 6 üzü. Bunun da üzünün ikisi oturacağı üzdür, 4'ü yan üzdür. Deməli, kubun paralelipipeddən fərqi nədədir? Onun üzləri kvadrat şəklindədir.
Paralelepipedin üzləri düzbucaqlı şəklindədir. Kvadratın üzləri kub şəklindədir. Aydındır uşaqlar. Deməli, onda paralelepipedin, bax görürsünüz buradan. Onda bir üzü nədir bunun? Bir üzü kvadratdır da. Məsələn, gəl oturacaq üzü belə işarələyək. Bax bu üzü kvadratdır. Bax bu. Bu kvadrat olduğuna görə hamısı kvadratdır. Yəni üzlərinin hamısı eyni ölçüdə, eyni formada olan kongruent nədir? Kvadratlardır. İndi gəlin düsturları yazaq. Kubun tillərinin uzunluqlar cəmi, bərabərdir 12A-ya. Kubun yan səthinin sahəsi bərabərdir 4A kvadratına. Çünki kubun 4 dənə evli yan səthi 4 kvadratdan ibarətdir. Bir kvadratın sahəsi A kvadratdır. Ona görə yan səthin sahəsi nədir? A kvadratdır. Üçüncü, kubun tam səthinin sahəsi bərabərdir 6A-nın kvadratı. Çünki 6 üzü var, hər bir üzü də ayrı-ayrıqda kvadrat olduğuna görə və bir kvadratın sahəsi A kvadrat olduğuna görə onun tam səthinin sahəsi nədir? 6A-nın kvadratıdır. Həcmi isə A-nın kubu düsturu ilə hesablanır. Baxlı da oldu uşaqlar, kubun düsturları. Tillərinin cəm düsturu, yan səthinin sahə düsturu, tam səthinin sahə düsturu və həcm düsturu. Bir dənə də istəyirsiniz, biz sizə bir nümunə göstərək və nümunə əsasında 1-2 suala cavab verək. Məsələn, tutaq ki, kubun həcmi 125-dir. Kubun həcmi 125-dirsə, R nəyə bərabərdir? S-yan nəyə bərabərdir? Və S-tam nəyə bərabərdir? Belə bir sadə bir misala baxın. Uşaqlar, əgər kubun həcmi 125-dirsə, o saat fikirləşirik ki, hansı ədədin kubu 125-dir? Və biz tapırıq ki, A 5 imiş. Yəni, kubun tili 5 imiş. Əgər kubun tili 5-dirsə, onda onun tillərinin uzunluqlar cəmi 12 vuraq 5, 60. S-yan səthinin sahəsi nədir? 4A kvadrat. Bərabərdir 4 vurulsun 5-in kvadratı. O da bərabərdir 4 vuraq 25. Bərabərdir 100. S-tam bərabərdir 6 vurulsun 5-in kvadratı. O da edir 6 vuraq 25 bərabər 150. Aydındır uşaqlar, bax bu düsturlar əsasında da siz yenə də kubun xassələrini tətbiq edərək kuba aid olan məsələləri sərbəst həll edə bilərsiniz. Bugünkü dərsimiz bu qədər. Hələlik sağ olun.